sensizliği yaşarken nerelere gideyim, herkes gülüp oynarken. Axşamınız xeyir olsun əziz və dəyərli televiziya tamaşaçılarımız. Səbirsizliklə Doğma kanalımızda Nəğməli Dünyanı gözləyənlər. Bax, zaman gəldi, şənbə günü də artıq. Bəli, Ramazan ayının ən gözəl günlərini yaşayırıq. O qədər sevinirəm ümumiyyətlə bu Ramazan ayında. Bilirsiniz niyə? Çünki insanlar bambaşqa olurlar. Hamı istəyir ki, mərhəmətli olsun, yaxşılıq etsin. Düz, əslində müsəlman ümumiyyətində olan insanlar hər biri yaxşılıq edir. Amma bu ayı özəlliklə gözləyirik ki, bu ayda, bu ayın fəzilətlərindən biri də odur ki, bolluca yaxşılıqlar edək, insanların qəlblərini sevindirək, onlara xoş söz deməyi bacaraq. Axı, hər kəs xoş söz deməyi bacarmır, amma bu ayda etmək lazımdır. İnsanların qəlbini sevindirin. Hər zaman ətrafınızda olan insanlara sevgi ilə yanaşın, bağrınıza basın, qucaqlayın, öpün. Çünki bugün gördüyünüz insanı bəlkə də bilmirik, sabah görə biləcəyik, yoxsa yox. Ona görə də çalışın. Hər zaman sizi sevənlərə, sizə dəyər verənlərə siz də sevginizi verin. Bəli, artıq bilirəm ki, süfrələr hazır, açılıb. İftar süfrəsini hazırlamışsınız. Allah orucunuzu qəbul etsin, dualarınızı qəbul etsin. Xəstələrə Allah şəfa versin. Çünki xəstə ümidlə həkimin üzünə baxır və o sağalacağı anı gözləyir. Allah bütün xəstələrimizə şəfa versin. Bugün də görürsünüz ki, bizim gözəl Uğur Ansamblı iştirak etmir. Çünki Uğur Ansamblının bədi rəhbəri Səbuhi bəy də əməliyyat olub. Allah ona da şəfa versin. Allah ona can sağlığı versin. Tək ona yox, bütün xəstələrimizə Allah şəfa versin. Hə, onu da deyim ki, əzizlərimiz, Nəğməli Dünya verilişini SMS-lər yazan insanlarımıza da deyirəm ki, çox sağ olun. O qədər xoş sözlər yazırsınız ki, bilirsiniz ki, mən də tərifi sevən insan, siz də yazırsınız. TikTok səhifəsində də keçən həftə Nəsimi bəy, bizim gözəl sintezator ifaçımızı paylaşmışdım. İnanın, o qədər xoş sözlər yazıldılar. Belə deyirəm, Allah hər kəsə can sağlığı versin. Yəni, insan ki, insana xoş söz deməyi bacarırsa, nə gözəl. Deməli, qəlbi gözəldir, imanı gözəldir, bəsirətinin gözü gözəldir, baxışı gözəldir. Hər zaman bax, belə qalaq. Təbii ki, bugün də həmişə olduğu kimi qonaqlı qaralıyıq, gözəl şeirlər olacaq, musiqilər və daha nələr. Bütün bunlar harada? Nəğməli Dünya verilişində. Və təbii ki, studiyamızda tamaşaçılarımız da var. İşdən gəliblər, baxmayaraq ki, yorğundular, amma gəliblər ki, bax, burada bizim verilişimizi izləyərlər. Bir alqışlayaq özümüzü. Mən ümumiyyətlə zəhmətkeş insanları çox sevirəm. Nə gözəl insanlar, üzlərindən nur yağır. Allah sizi var eləsin. Bizim burada daimi tamaşaçımız var. Ona da keçən həftə telefon verdilər. O gedən getdi, da gəlmədi. Sonra təzdən bugün gəlib. Yaxşısınız? Nə gözəl, nə gözəl. Əsas odur ki, əhvalımız həmişə yaxşı olsun. Hə, dostlar, SMS yaza bilərsiniz. Təbrikləriniz varsa, doğum günü olanlar, arjunu istəyirsinizsə, nə edirsiniz? WhatsApp nömrəmizi ekranda görürsünüz. Yazın, bütün SMS-lərinizi hamısını bir səsləndirəcəm, narahat olmayın. Yəni, vaxt olduqca. İndi isə bütün burada yaradıcı heyətimizi də salamlayıram. Yorğundular, bilirəm. Axşama doğru da hər kəs verilişdən çıxıb, amma əhvalımız yüksəkdir. Çünki gözəl xanım gələcək. O qədər sevirəm. O xanım haradasa bir 3-4 il bundan öncə mənim bu sabah verilişimdə olmuşdu. Amma bugün də dedi, gəlin bu Nəğməli Dünyaya. Mən onu gördüm, çox sevindim, çox dəyişilib, yaxşıya doğru, gözəl xanımdır. Və ondakı o cəsarəti görmüşəm, ondakı o mərdliyi görmüşəm, ondakı o xanımlığı görmüşəm və mən çox sevinirəm ki, nə yaxşı ki, Azərbaycanımızda belə gözəl xanımlarımız var. Nə gözəl ki, Azərbaycanımızda belə sədaqətli dostlarımız var. O da ki, sevgi ilə dəvət edirəm Mahirə Nur gəlir və alqışlarla
Eşkimin yasını sakladım. Her gece ağladım. Senden sonra gittin, bir daha gelmedin. Talihim yüzüme gülmedi. Neler oldu bilmedim senden sonra. Hasretin sinemde eğlendi. Tüneler adını söyledi. Gel gör beni dertleyledin senden sonra. Senden sonra. Senden sonra. Hasretin sinemde eğlendi. Tüneler adını söyledi. Gel gör beni dertleyledin senden sonra. Senden sonra. Senden sonra. Geceler küllüme yan oldu. Günlerim ahuzar oldu. Bu dünya başıma dar oldu. Senden sonra tenhalığım ruhumu soyuttu. Yokluğum bəxtimi uyuttu. Beni nəğmələr unuttu. Senden sonra hasretin sinemde eğlendi. Hüleler adını söyledi. Gel gör beni dertleyledin senden sonra. Senden sonra. Senden sonra. Hasretin sinemde eğlendi. Tüneler adı söyledi. Gel gör beni dertleyledin senden sonra. Senden sonra. Senden sonra. Teşekkür ederim Mayra xanım, xoş gördük. Teşekkür ederim. Akşamınız xeyir olsun. Və gözəl tamaşaçılarımızı salamlayıram. Ekran qarşısında oturan gözəl izləyicilərimizi salamlayıram. Akşamınız xeyir olsun. Allah oruç tutanlarımızın orucunu qəbul etsin inşallah. Sizin də axşamınız xeyir olsun. Yeni səhnəviz, yeni verilişimiz və xeyirli, uğurlu olsun inşallah. Uğurlarınız bol olsun inşallah irəliyə. Amin.
Mən də sizə can sağlığı arzu edirəm. Bu arada çox qəşəng olmusunuz da, biləsiniz. Paxıllıq edir, bəzi xanımlar deyirlər, sən nə qəşəng olmusan? Mən amma deyirəm, mən gözəllik pərəstəm, surət pərəstəm, gözəlliyi sevirəm. Baxıram ki, maşallah çox gözəl olmusan. Təşəkkür edirəm. Halal O sənin ürəyinin gözəlliyidir, mən gözəl görür, var olasınız. Minnətdaram sizə. Gözəl. Buyur Mahirə xanım, əyləş. Mikrofon özündə olsun. Məndə 3-4 dənə mikrofon var. Gözəl bir alqışlar tamaşaçılarımızdan. Bu gözəl xanıma, doğrudan da gözəl xanımdır və zəhmətkeş xanımdır. Deməli, SMS-lərimiz çoxdur. Yazıblar. Nə gözəl Mahirə xanım. Allah Şəfa xanıma da rəhmət eləsin. Deməli, yazıblar ki, çox gözəl oxudu. Təşəkkür edirəm. Nüsrət yazır, Sabirabadlı, bizim dəyərli müğənnimiz. Calam, gözəl xanım, necəsiz, maşallah, nə gözəl görünürsünüz. Baxıram canlı verilişinizə. Başda sizin 8 Mart Qadınlar Bayramı münasibətlə təbrik edir. Çox sağ olun. 8 Martdır, sabah 8 Martdır. Çox sağ olun, təşəkkür edirəm. Mən də bizi izləyən gözəl xanımlarımızı ürəkdən təbrik edirəm. Allah hər kəsə can sağlığı versin, uğurları bol olsun. Zəng vurmayın, əzizlərimiz. SMS-lərinizi oxuyacağım, narahat olmayın. Bilirəm ki, Nazilə xanım bizi salamlayır. Çox gözəl, təşəkkür edirəm. Salam, axşamınız xeyir olsun. Qonşulardan Elgünə salamlar olsun, bol-bol. Elgün haradadır ki? Elgün yox, dağılmırdı. Elgün, mən elə gəl ki, qonşuların anonsdan görüb səni, amma studiyada yoxdur. Bəli, əzizlərimiz, əziz izləyicilərimiz, indi isə gənc qiraətçimizi dəvət edəcəm. Onun çox gözəl səs sembiri var, gözəl şeirlər söyləyir. Elə bugün də bizim Nəğməli Dünya verilişi də ilk dəfədir, amma inanıram ki, sizin də ürəyinizcə olan bir proqramda olacaq bizim dəyərlimiz. Odur ki, Elgin Vurğun gəlir. Buyur Elgin, xoş gördük. Axşamı xeyir olsun. Bir ürəklə alqışlayın da qonağımızı. Xoş gəlmişsiniz, axşamınız xeyir olsun. Necəsiniz? Çox təşəkkür edirəm, minnətdaram, var olasınız. Diqqətinizin qarşısında baş əyirik. Sizə Qafqaz sıra dağlarından bolluca salamlar gətirmişik. Ay, nə gözəl. Əleyküm salam. Elə siz də olmaqla sabahları 8 Mart Qadınlar Bayramı münasibətilə bütün qadınlar, Azərbaycan xanımlarının hər birisini salamlayırıq. Uzun ömür, can sağlığı arz edirik. Hər birisinə xanım xoşbəxtliyi arz edirik. Nə gözəl, xoşdur. Bax, görürsünüz, xanım da xoşbəxt olsun. Bəli. Bizi izləyənlərimiz də, bizim bu dəyərlərimiz də, hər kəs xoşbəxt olsun. Təşəkkür edirəm. Əslində, mən nə deyirəm, xanımlarımız xoşbəxtliyə layiqdirlər. Elə deyil? Hər bir xanım xoşbəxtliyə, gözəlliyə layiqdir. Çox gözəl. Çünki xanım böyük bir qüvvədir. Aha, Padişahlar, şahlar xanımların qarşısında baş əyib. nə gözəl. Buyur. Buyur əyləşək. Mən belə çox tərif deyəndə mən olmuram. Bir xəbərin olsun. Çox gözəl. Hə, demək nə edirik? Salamlar. Əleykümə salam. Nə gözəl. O qədər xoş. Mahirə xanım sizi Özbəkistandan salamladılar. Təşəkkür edirəm. Salam. Oğuzdan, Mollalı kəndindən Xuraman xanım hər zaman olduğu kimi bugün də çox gözəlsiniz. Təşəkkür edirəm. Deməli, bugün həyat yoldaşı Mehman bəyin 60 yaşı tamam olur. Onu başda nəvəsi Ayla olmaqla bütün doğmaları təbrik edir. Oğuzdan Mollalı kəndinə Fərdə xanımdır. Öncədən təşəkkür edirəm. Hə, Fərdə xanım dünən mənə yazmışdı. Dedim, bilsin, məndə biraz yaddaş problemi olur da. Bu da SMS-ləri yadda saxlaya bilmirəm. Amma çox dəyərlimizdir. Daimi tamaşaçımızdır. Sevə-sevə bizi izləyir. Fərdə xanımın ömür gün yoldaşı Mehman bəyin 60 yaşı tamam olur. Mən də bu münasibətlə ürəkdən təbrik edirəm. Həmişə bir olun, bərabər olun. Həmişə bax belə sevgi ilə yaşayın bu gözəl gündə, bu əziz gündə. Hə, digər SMS-lərimiz də var. Deməli, bir təbrikim də var, onu da söyləyeyim. Hal-hazırda gözəllər gözəli, dəyərlimiz Rənanın doğum günüdür. Onu ürəkdən təbrik edirəm, ona can sağlığı arzu edirəm. Onu, bax, bu təbrikə onun doğmaları, dostları, əzizləri qoşulurlar. Biz də efir vasitəsilə ona yalnız və yalnız qadın xoşbəxtliyi arzu edirəm. İffətli, ismətli, sədaqətli, hər zaman bax, belə sevilən olun əzizimiz Rəna xanım. Və həm də sabah 8 Mart günüdür. Elə 8 Mart günü münasibəti ilə də Rəna xanım sizi bax, efir vasitəsilə qucaqlayıram, öpürəm, bağrıma basıram. Allah sizə can sağlığı versin, hər zaman sevin, sevilin. Çünki siz buna layiqsiniz. Öpürəm sizi. Hə, indi isə demək, nə inirik? Elgün yazıb ki, qonşumuzdur. Dostların yazıb. Çox gözəl. Hə, birazdan SMS-ləri oxuyacağım, narahat olmayın. Mahirə xanım, mikrofon sizdədir. Buyurun.
Çoxdandır görüşmürük. Necəsiz? Bu Ramazanı necə keçirirsiniz? Teşekkür ederim. Çok sağ olun. Çok güzel geçirdik. Ve girenden Ramazan ayı başlayandan ben de çalıştım gün tutmağa. Ve dünene kadar tuttum. Dünen biraz səhətimlə bağlı tuta bilmədim. Həkim icazə vermədi. Allah şəfa versin. Amma bilirsiniz də, səhhətdə problem olanda, onu tuta bilməyəndə, oruç tutanlara bir iftar süfrəsi verirsən, tamamlanır. Təbii ki. Odur ki, iftar süfrəmi gözləyirəm. Mütləq. Görürsən, amma Mütləq. sözün yerində demək lazımdır. Yerində tutma. Mütləq. İnşallah bir gün qonaq dəvət eləyərəm. Gələrsiniz bərabər Seve-seve. bir yerdə iftar açarıq. Belə. Gözəl. Mahirə xanım, siz doğrudan da mən sizi çoxdan da tanıyıram. Bu sahədə də uzun illərdir çalışırsınız, amma buna baxmayaraq öz üzərinizdə də çalışırsınız. İfalarınız da fərqlidir. Mən sizə bu həyatda yalnız və yalnız uğurlar arzu edirəm. Gözəl xanım. Teşekkür ederim. Çok sağ olun. Var olasınız. Güzel sözleriniz için. Hakikaten sizin ürəyiniz o kadar güzeldi ki ben sizin karşınızda vallahi bilmirəm nə deyim. Ona göre de var olasınız. Zəhmətkeş insanları sevirəm. Özümdən Bəli, mən asılı deyil. zəhmətkeş bir xanımam. Öz halal belə pis çıxmasın, yəni halal əziyyətlə çəkərək öz əziyyətimlə qazandığım Yəni, pulu bu günə qədər evladıma əziyyətlə yetişdirirəm. gəlmişsiniz, bunu mən bilirəm. Bəli, bu yerlərə əziyyətlə gəlmişəm. Mən inanın tam səmimi deyirəm. Mən bir tikə çörəyimin içində heç bir yanı artıq heç kimin haqqı yoxdur, öz haqqımdır. Heç kimlə işim yoxdur. Əsas odur ki, şükürlər olsun bu günə. Nə deyim? Nə gözəl. Təşəkkür edirəm. SMS-lərimiz çoxdur, narahat olmayıb oxuyacağım bir-bir, amma istərdim ki, Elgündən bir gözəl şeir eşidək. Nə deyirsən, ay Elgün? Deyirəm, səsivi çox bəyənmişəm. Deyirəm, bir gözəl şeir söyləyəsən. Elə bax, burada, bu gözəl nəğməli dünyada eşidək. Buyur. Gəl bura, səhnəyə də gələ bilərsən. Təşəkkür edirəm. Hamınıza can sağlığı, bütün balaları Allah qorusun. Qoy Amin. hər bir evdən xanım gülüşü, hər bir evdən bala səsi gəlsin. Amin qadım, amin. Mənim bacımın balası da buradadır. Onu da salamlayıram. Nə gözəl, bu uşaq sənin bacın balası. Adı Bəli, nədir? bəli. Yusif. Yusif, nə gözəl, adı ilə böyüsün. Şair yazır ki, xoş gəldiniz bu dünyaya balalarım. Sevinclərim, şadlıqlarım, bəlalarım. Siz gəldiniz, bilirsiniz nə elədiniz. Siz gəldiniz, oğlan edim, məni ata elədiniz. Siz gəldiniz, son qoydunuz dincliyimə. Siz gəldiniz, nöqtə qoydunuz gəncliyimə. Hara getsəm indi sizi düşünürəm, əlaxus da hələ o körpə ömrünüzü düşünürəm. Hara getsəm sizin üçün dən yığıram, nə yığıramsa üçünüz üçün tən yığıram. Deyirəm, bu müşfiqin, bu vüqarın, bu mürzənin, yazıq canım heç demirəm, bu da mənim. O gün getdim dükana, iki köynək aldım gəldim. Biri qışa, biri yaza. Şair qəlbim döndü buza. Xanımım dedi şair nə gözəldi. Bu vüqarın, bu müşfiqin. Yazıq canım heç demədi bu da sənin. Anam dedi abala, heç özünə baxmırsan sən. Sənə pensiyamdan özüm köynək alasıyam. Neynəsin ki yazıq anam? Olar mənim balamdısa axı mən də onun balasıyam. Balalarım, bəlalarım, şirinlərim, şəkərlərim, anama da nənə adı bəxş eləyən gözəllərim. Xoş gəldiniz bu dünyaya balalarım. Hər bir ocaqdan bala səsi gəlsin. Amin. Nə gözəl şeirdir. Proqramımız davam edir. Bir daha axşamınız xeyir olsun, gününüz uğurlu olsun. Bəli, gözəl bir gündür. Təbii ki, Ramazan ayının ən gözəl anlarını yaşayırıq. Çoxları yazıb ki, Allah qəbul eləsin. Bəli, Allah dualarımızı qəbul eləsin. Deyir, nə şana şöhrətə, nə taca söykən, nə toxa bel bağla, nə aca söykən. Özün bastırdığın ağaca söykən, bağbandan 1000 dəfə bağ vəfalıymış. Bəli, vəfalı dostlara sağ olsun, var olsun və bugün studiyamıza keçən həftə bilirsiniz ki, bizim burada daimi tamaşaçılarımız var ki, işdən gəlirlər və yorğun olaraq bizim proqramımızda bu gözəl musiqiləri dinləyib zövq alırlar. Sanki yorğunluqları gedir, dincəlirlər.
burada tamaşaçımızdan biri demişdi ki, mənim ad günümü təbrik elə. Mən isə dedim ki, yazarsan. O mənə dedi ki, mənim telefonum yoxdur və sağ olsun ki, Rövşən bəy təşkil elədi. Keçən həftə biz proqramımızda ona gözəl mobil telefon bağışladıq, hədiyyə etdik. Çünki elə insan var ki, onun ehtiyacı var. Yəni işləsə də işləyir, amma ki, evdə onkoloji xəstəsi var deyə onu çatdıra bilmir. Və bugün çox gözəl insanlar bu Ramazan ayında bir sovqat verdilər. Mən də bax bu hədiyyə olaraq həmin o insana mənim ən yaxın doğmalarım göndərib və mən də, niyə elə baxırsan mənə? Belə qəmli-qəmli baxmayı. Bu gözəl gündə təşəkkür edirəm ki, bu gözəl insanı bir alqışlarımızla Allah xeyirxah insanlara dəstək olsun. Bunu da iftarda. Buyur. Nə sözün var? Telefon anı, telefon. Evdədir, xurama. Niyə evdə qoymusan? İşə gedirəm, işinə bağlı. Hə, işdə deyirsən. Can, yaxşı. Əsas odur ki, Evdədir, hə. telefon salamatdır, nömrələri də taxırsan. Nömrə veriblər, hə, evdədir telefon. Ay, nə gözəl, Çox can. sağ ol, minnətdarım telefona görə də. Allah sizə uzun ömür, can sağlığı versin. Can. Sabahçıda beynəlxalq 8 Mart Qadınlar Bayramı münasibətilə sizə təbrik edirəm. Uzun ömür, can sağlığı. Can, çox sağ ol. Təşəkkür edirəm. Mən də sənin evdə doğmalarını təbrik edirəm. Uzun ömür, can sağlığı arzu edirəm. Bəli, bu həyat belədir. Yalnız və yalnız yaxşılıq edir. Allah kimlərsə, kiməsə əlindən tutursa, 1000 qat əvəzini versin. İnanın ki, verəcəkdir. Hər bir insan bu yaxşılığı etməlidir. Üzünüzdə təbəssüm olsun. Hər yaxşılığa bir inanın ki, hər mərhəmətli insana Allah bir nur verir. Ona görə də nurumuz əski olmasın. Və bizim digər musiqili qonaqlarımız studiyamızdadır. Onları da dəvət edək, onların ifalarını işlə. Bir gözəl xanım, bir nazlı xanım gəlir bura studiyamıza. Onu ilk görəndə belə çox heyran oldum. Ümumiyyətlə, mən gözəlliyi vurğunuyam axı. Dedim, ay nə gözəl xanımsız. Sevər gəlir Bədəlov, alqışlarınızla tamaşaçılarımızın. Hoş gəlmişsiniz Sevər xanım, necəsiniz? Nə gözəl də geyinmişsiniz. Belə rahat.
gözəl. Xoş gəlmisiniz. Axşamınız xeyir olsun. Salamlayıram hamını bu günləri. Siz də gözəlsiniz. Mikrofon Maşallah yuxarı olsun. Bu günlər çox gözəl bir gündür. Həm bahar həvəsi ilə mart ayı, həm Ramazan ayı, yəni ki bir ay Ramazan bayramımız da qarşıdadır. İki gözəl çərşənbəmiz qalır. Hamını, bütün Azərbaycana, Azərbaycan xalqımı təbrik eləyirəm və çox uzaqdan gəlməyimə baxmayaraq, Sibirdən gəlmişəm də, Novosibirsk. Mən Rusiyada yaşayan bütün həm vətənlərimizi, həm yerlərimizi, gözəl Azərbaycan xalqımın gözəl bayramlarını təbrik eləyirəm. Siz də Xuraman xanım, tanış olmağıma çox-çox şadam. Mən də. Birinci, axırıncı olmasın, Davamlı olsun. Sizə də uğurlar, çox gözəl məkandır. Elə başa düşürəm ki, hər şey yaxşı olacaq. Əlbəttə ki. Bilirsin necədir, bir enerji var sizdə. Əsas Hə, onu tək siz demirsiniz. Maşallah, Zaten gözəl. yaşadığım, dəyməsin. Yaşadığım bir regionda da mən onu deyirlər ki, çoxlu emosiya. Mən Yəni ki, təbiətə sevirəm, özüm eləyəm. Siz özü də pozitiv bir qadınsınız, Özüm hə. baxmayaraq hansısa bir problemim olsun. Efirdə bu kameraları gördüm, mən olmuram da. Hə, o elə olmadı. Mən də səhnəyə çıxdım. Hə. Elə biləm ki, heç kəs bir dənə səhnədə, bir də mənəm. Yəni ki, bir-birimizi yaxşı Əsas tapmışıq. odur. Əsas odur, əlbəttə ki, davamlı olsun. Çox gözəl canım, əyləşin. Hə, çox sağ olun. Əyləşin və bizim növbəti musiqili qonağımız var. Hə, düzdür. Biraz gecikib cəzalıdır. Gəlsin Yağmur xanım, bir alqışlarınızla. Gözəl xanım. Şikayetim var sana senden benim, üzümde gülmür o gidenden benim. Hiç ney dert eyleme, hoşbəxt yaşa, sevinç senin, keder benim, gəm benim. Sevinç senin, keder benim, gəm benim. Ayrılığın vakti çatıp nihayet, bağışlanılmaz edilen xəyanət. Kimisinin bu həyat xoş baxır üzünə, kimi öz həyatından edir şikayət. Kimisinin bu həyat xoş baxır üzünə, kimi öz həyatından edir şikayət. Şikayetim var sənə səndən mənim, üzümdə gülmür o gedəndən mənim. Heç ney dərd eyləmə, xoşbəxt yaşa, sevinç sənin, kədər mənim, qəm mənim. Şikayetim var sənə səndən mənim, üzümdə gülmür o gedəndən mənim. Heç ney dərd eyləmə, xoşbəxt yaşa, sevinç sənin, kədər mənim, qəm mənim. Sevinç sənin, kədər mənim, qəm mənim. Peşman olur unudan da seven de, gəncliyimdən əsər qalmadı məndə. Həyat məni ağladacaq bilmədim, səninlə birlikdə deyib güləndə. Həyat məni ağladacaq bilmədim, səninlə birlikdə deyib güləndə. Şikayetim var sənə səndən mənim, üzüm
Təşəkkür edirəm Xuraman xanım. Salamlayıram sizi, tamaşaçılarımızı. Üzr istəyirəm. Yenə gecikmişəm efirə. Eyb yoxdur, canım. Yəqin ki, tamaşaçılarımız... Cəza olur da, bilirsən də gecikmənin cəzası böyük olur. Sənə nə olub orada? Bilirəm. Özü tez gəlib ona görə deyir. Nə gözəl. edirəm. Xoş gəlmişsin. Axşamınız xeyir olsun bir daha. Dostlar, ay nə gözəl. Bir alqışla, bir dənə də alqışla. Təşəkkürlər. Bu alqış adama stimul verir də, bilirsiniz də. Deməli, bizə Ağdaşdan izləyirlər. Hə, yeri gəlmişkən onu deyim ki, sabahları inşallah Ağdaşa gedəcəm qızımla. Bizi qonaq çağırıblar. Vəfa xanım, Yusif müəllim. Nə gözəl, salamlayırlar. Baxırıq sizə. Canım İlahəni 8 mart bayram münasibətilə təbrik edirəm və orada əyləşən xanımlarımızı səbirsizlik gözləyirəm. İnşallah sağ-salamat gələk. Çoxdan da heç yerə getmirəm. Doğrudan da mənə də xoş olar. Və Vəfa xanım, mən də sizə can sağlığı arzu edirəm, təbrik edirəm sizi. Narını təbrik edirəm, Gözəl Ülkər xanımı təbrik edirəm, Dilquşa xanım bizi salamlayır, təbrik edirəm. Allah sizə can sağlığı versin. İnşallah sabah görüşəcəyik Ağdaşda. Nə gözəl. Sevər xanımı salamladılar. Azərbaycan xanımlarını sabahki gün münasibəti ürəkdən təbrik edirəm. Qonaqlarımıza salamlar. Deyirəm ki, burada 3 qonaqdır. Xanım da deyir ki, 4-ünü də salamlayıram. 4 deyil, 3 xanımdır. Xanımlar tamaşaçı. Yox, orada əyləşən dedi də, ona görə mən qaldım belə. Ağcabədən yazan tamaşaçımıza deyirəm ki, çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm, çox sağ olun. Hə, təbrikimiz var, salam. Qadın liderlərin zirvə görüşündə olmuşam, qızlarımıza da tapşırmışam. Bayram günü münasibətlə təbrik edirəm, təşəkkür edirəm, çox sağ olun. Tədbirdədir xanımlarımız. İndi isə SMS-lərimiz çoxdur. Elgün dayı, Elşadam, 4 yaşım var, səni televizorda görəndə çox sevindim, sənə uğurlar arzu edirəm, mən səni çox sevirəm, mənə də salam göndər, Elgün dayı. Elgün dayısı, kimdir o? Elşada salam. Salam denə. Nə gözəl. Hə, indi isə gözəllər gözəli Sarışın xanımın ifasıyla davam edək. Mahirə Nur oxuyur, buyur.
Kameralarımızda içeri durmuşam, demişəm oynamıyorlar. Ne tər oxudunsa, gördün onlar da xoşlar gəldi. Biz Sizə təşəkkür edirik. elə gözəl insanlara dəyər vermək lazımdır. Bəli, əlbəttə. Çünki onlar zəhmətkeş insanlardır. Həyatın hər formada üzün görüblər. Doğrudur. Və ona görə zəhmətkeş insan zəhmətkeşin dilindən anlayar. Allah sizə can sağlığı versin. Rəbbim sizə uruzu bərəkət qismət etsin inşallah. Sizə də İrfan da minnətdaram. gözəldir də. Və bu arada Xuraman xanım, məni sevdiklərim, doğmalarım izləyir. Buradan Atəşi Mingəçevir şəhərinə salamlarımı çatdırıram. Məni izləyənlər, sevənlər və bilirəm ekran qarşısında oturan gözəl məni xüsusi olaraq izləyən insanlar da var. Öpürəm buradan, salamlayıram. Ne gözəl, aleykümə salam, ne Teşekkür gözəl. Mahirə xanım, İrfan möhtəşəm. Görsən gözəl xanımlarımız da rəqs elədilər. Bəh. Əyləş, Mahirə xanım, xoş gördük. Bir daha təşəkkür edirəm. İrfanınıza görə, ay sağ olun da, belə var olun. Mən istədim ki, sizdən də gözəl bir şeir eşidək. Bayaqdan sizin fanatlarınız yazır. Nə çox səni sevirlər. Təşəkkür edirəm. Yox, vallahi. 300 SMS var, ay bala. Nə gözəl. Mən fürsətdən Ay, istifadə edib burada ekran qarşı Əslində gənc olmağa baxmayaraq, sən sembirin gözəldir. çox şadam. O Şeirin sizin də möhtəşəm. gözəl qəlbinizdir, görürsünüz. Buradan fürsətdən istifadə edib ekran qarşısında izləyən hər kəsi salamlayıram. Sizə çoxlu salamlar var. Öncəliklə mənim anam Xalidə xanımdan sizə can sağlığı, uzun ömür arzulayır. Salamlayıram. Və mənim işlədiyim, çalışdığım Səxavət müəllimin Laçınlının rəhbərlik elədiyi instrumental ansamblının bütün kollektivi hal-hazırda sizi izləyir. Səxavət Sizə müəllim, hə. can sağlığı, uzun ömür arzuluyur. Səxavət müəllim yazıb, bayramlı. Deməli, salam, yerli bayramınızı təbrik edirəm. Əmoğlu salam. Elgün bizim ansamblda işləyir, ona da salam deyirəm. Səxavət, Bəli. Laçınlı. Sözümüz üst-üstə Və düşdü. studiyamızda olan qonaqlarımızı da salamlayırlar. Bu gözəl xanımlar, hamısı Çox bir-birindən gözəl. Gəlin şeiri eşidək, çünki vaxtımız azı qoy. Bəli, hamı bəli. Doyunca eşitsin musiqilərimizi, buyur. Şair yazır ki, bircə qoru ismətini, bəsin olar o da insan. Qismət gəzibləli yolma, yetirməsə xuda insan. Sənin deyil var sandığın, yolunda oda yandığın. Kaş ki hamı qazandığın, özü yeyib uda insan. Ləl-cəvahir satanlardan, torpaq altda yatanlardan yoxdur bir səs səda insan. Kimi şahdır, kimi quldur, kimi ahıl, kimi əhli haldır. Kimin xəstə salam puldur, o da insan, bu da insan. İnsan çaşma tox olanda, səbrin olsun yox olanda, qədərindən çox olanda dərd gətirər su da insan. İnsanın bəzəyi şərəfi məncə, deyildir nə ipək, nə tirmə oğlum. Yaxşıdan yaxşı ol ellər içində, dilinə yalan söz gətirmə oğlum. Yel qanadlı illər ömürdən gedir, İnsan zəhməti ilə kamala yetir. Bağında nərgizlər, lalələr bitir. Tikanlı qanqallar bitirmə oğlum. Allah Taala bütün ocaqlara gözəl güllər qismət eləsin. Amin, gözəl. Gördün? Bax, necə Təşəkkür. xoşları gəldi. Bir də fürsətdən istifadə sizə xüsusi salamları olan 68 yaşında bir Azərbaycan anası var Zakatalamızdan. Səlmət nənəmizin sabahları ad günüdür. Təbrik Sizlərə edirəm. can sağlığı, uzun ömür arzuluyur. Məndən bir şeir parçası istəmişdi o. Mən onu onun şərəfinə və onun timsalında bütün Azərbaycan xanımlarının, ad günü olanlarının şərəfinə söyləyirəm. Səlmət nənə, yaşının üstünə gəlir bir yaşda. Valla sən elə gözəlsən bugünkü yaşda. Sevənlərin yazıbdır səni adını qəlbinə başda. Deyirik ki, sən ürəksən, ürək, ad günün mübarəkdir, mübarəkdir, mübarək. Camalın günəşə aya naz salır, səsinin sədası fələyə çatır. Bizim sinəmizdə söz adlı xəzinə yatır. Mirvari tək, almaz tək, əziz ana, ad günün mübarəkdir, mübarək. Təşəkkürlər, gözəl. Çox təşəkkür Gülzar edirik. xanım, Gülbəniz xanım kimdir? Bu arada sizdən bir dənə xahiş edim. Mənim çox dəyərli bir padurqam var. Padurqa demək olmaz da yəni ona. Rəfiqə. Rəfiqə də demirəm ona. Həqiqətən doğma bir bacıdan da üstün bir xanımdır. Buradan Nazilə xanımı salamlayıram.
Mənim mamam da Nazlədir. Hə, bilirəm. Bacı dediyim bir xanım var. Aha. Bacıdan da irəli bir mənim can yarımdır. Salamlayıram buradan. Əleyküm Axşamın salam. xeyir olsun deyirəm. Mənim dəyərli dostum, nə yaxşı varsan, Allah səni mənə çox görməsin. Gözəl ablam mənim. Öpürəm səni buradan. Rusiyanın Novokuznetsk şəhərindən salamlayırlar. Azərbaycan xalqının qarşıda gələn bayram münasibətilə təbrik edirik. Verişiniz uzun ömürlü olsa Seva xanımı salamlar söyləyirəm. Bəli, Seva xanımın fanatları bayaqdan yazır, Moskvadan yazıblar. Və çox saylı SMS-lərimiz ancaq sizin nəğmələrinizi eşidirik, zövq alıq. Təşəkkür edirəm. Çox sağ olun. Mən isə indi nə edirəm? Sevər xanım ifasına davam edirəm. Seva xanım buyurun. Bir alqışlarla Seva xanımı dəvət edək. İcazənizlə elə bayaq oxuduğum mahnı Krasnoyarsk şəhərində bizim gözəl sənətkar, sənətçi dostumuz Famil Cəllabadlının mahnısıdır. Həm sözləri, həm musiqisi. Allah ona can sağlığı, təmənnası çox müğənnilərə Azərbaycanda mahnılar verib. Və indi Novokuznetsk dediniz. İndi oxuduğum mahnı Allah canı sağ eləsin İlqar müəllimin, Mamedovlar ailəsi Novokuznetsk şəhərində yaşayır. Əslən Cənub elindəndir və onun belə bir mahnısı var. Sözləri onundur, Azəri oğlanları. Amma musiqisi yığmadır. Yəni ki, o musiqi əsasında çox mahnılar yazdım. Oxuyanda da yəni ki, biləcəksiniz nədən gedir. Azəri oğlanlar, bütün gözəl Azərbaycan xalqımın gözəl oğlanlarına eşq olsun. Amin. Amin. Hoş gelmişsin
Bəli, Allah Qəribdə yaşayan Azərbaycan xalqının canını sağ eləsin. Beləncik sözlər, yazarlar, musiqi bəstələyən bir insanlarımız var. Lap çox olsun. Biz də gələk. Əsas odur. O beylərimiz oynadı. Əsas odur. Amin. Bütün gözəl insanlar. Siz də çox sağ ol deyirəm. Beləcə pozitiv olduğunuza görə bu günləri. Çox fəal iştirak, yəni ki, tamaşaçılarımız var bu günləri. Bu gözəl pavilyonda, bu studiyada. Allah canınızı sağ eləsin. Amin. Amin Allah. Amin. Çox sağ ol. Təşəkkür edirəm. Deməli bir SMS-imiz var. Birazdan oxuyacağım. Amma Yağmurun ifasından sonra Mahirə xanıma bir SMS gəlib onu oxuyacağım. Buyur Yağmur. Davam edək. Mahnını yenidən ifa etdim. Gecikdiyimə görə idi. Bu cəzandır sənin. Təşəkkür edirəm. Cəzanı da aldın da, əla. Gözəl, təşəkkür edirəm. Minnətdaram sizə. Mahirə xanım. Mahirə xanım. Qoy bir mesaj var. Onu oxuyub, ondan sonra Mahirə xanıma bir nəfər mesaj yazıb. Salam Xuraman xanım. 8 mart gününüzü təbrik edirəm. Ağca xalam, mənim gözəl anam, əllərindən öpürəm anacan. Allah səni var eləsin. Yaxşı ki varsan, canımsan.
Deməli, Səlbi xalanı buradan efir vasitəsilə sabahki bayramı təbrik edir. Rəna xanım, Cəmiləni, Aysu xanım təbrik edirik. Mümkünsə təbrik edərdiniz. Aysəbanın adından da Səlbini təbrik edin. Ay Səlbi xanım, sizi necə sevirlər. Aysəba xalam oradan, Ağca xanım oradan, Maral xanım oradan, Seminar oradan. Nə qədər sizə sevirlər. Bu qaynanadır, mənim xalam qızın qaynanası. Qaynana belə olar da, gör necə sevirlər onu. Allah sizi var eləsin, canınız sağlam olsun. Maralın da Namiqin göz aydın olsun ki, mənim qardaşımın balası Nicat da Azərbaycana gəlib, onu çox sevirəm. O bilir ki, bibisinin ürəyidir. Hə, Kamran bizi Hacı Qabuldan, ay gözəl ansamblın bədi rəhbəri, Uğur ansamblın bədi rəhbəri, sizi o qədər çox sevirəm. Siz bizim keçən həftə proqramımızda oldunuz, inanın ki, təbii ki, sosial şəbəkədə, TikTokda da paylaşmışam. O qədər xoş sözlər eşitdim sizin haqqınızda, Nəsimi müəllim haqqında. Allah sizi var eləsin. Çox sağ olun, bayramı təbrik etdiyinizə görə. Laçından təbrik edirlər. Çox sağ olun. SMS-lər çoxda, hamısını da oxuya bilmirəm. Yusif əyləşib. Naması salam deyir. Yusif kimdir burada? Tamaşaçılardandır. Siz? Hə, balacanımızı. Hə, sizi təbrik edirlər. Aynə Gülbəniz xanım kimdir? O salamlayır. Verilişinizi izləyirəm. Əla verilişdə Elvindir sizi narahat edən. Əsl şov, bəli, bizim televiziyamızda görürsünüz ki, günü-gündən yeni layihələr yaranıb, yeni layihələr, imza atmışıq layihələrə və deməli bizim dəyərlimiz əsl şov ilə mənlə üzbəüzdür dekoru. Elvini salamlayıram, ona uğurlar arzu edirəm və mən inanıram ki, ən reytingli verilişlərimizdən biri olacaq. Bizim kanalımızda yayımlanan bütün verilişlər hamısı gözəldir. Hə, daha da, deməli, Mahirə xanım, mikrofonu zəhmət olmasa bir yaxın tutun. Kimdən ayrılmışsınız neçə ay bundan öncə? SMS yazıb. Ay Mahirə xanım. Nə olub? Dostum ola bilər, dostlarımla. Dostun deyil axı. Nəyimdir? Nəsə deyir, 8 vaxt gün onu bir sürprizim olacaq. Bəlkə barışa. Könlümü almaq istəyir, kimdir? Yox. Bir bəydir. Yanlış şeydir. Yanlışdır. Bəli, səhvim mandadır. Getdi yəni, elə bir şey yoxdur, ola da bilməz. Barışmırsan, xanımla bəlkə barışsan. Qətiyyən. Küsüblər. Çox. Sən istəyən adamdır. Yox, xahiş edirəm Furaman xanım, bu mövzu haqqında danışmayın. Mən sizi Yox, xahiş edirəm. Amma peşman olub da. Yox, İnsan yox. peşman olar da, hər bir insan səhvi olar da. Çox xahiş edirəm, bu mövzu danışmayaq, bağlayaq. Yaxşı, danışmayaq. Xahiş edirəm. İnciməyin, razı deyil, danışmayın. Əsas odur ki, peşman olub. Hər bir insanın bir kaşkesi var da, o da onun kaşkesi olsun. Elgünə salamlar, Sever xanıma salamlar. Yağmur xanım çox gözəl xanımdır. 92-16 nömrəli abunəçi zəng vurmayın. Elgünə salamlar, Moskvadan salamlar, Moskvadan, Türkiyədən salamlar. Daha sonra verilişinizi izləyirəm, çox sağ olun, təşəkkür edirəm. Təbriklərə görə çox sağ olun. Və Yağmur xanım, sizə çox sayılı SMS-lərimiz var. Bu zəng vurursa, mənim fikrimi yayındırsın, hörmət tamaşaçılar. Açıq qoyacağım, konturumuz gedəcək. Hə, SMS-lər var, sizi də tərifləyirlər ki, çox gözəl xanımdır, uğurları bol olsun. Sever xanım, sizə də mesaj yazıblar ki, Qaxdan Güllülük kəndindən qonşusu Firudin. Elə mənim kəndimdir. Özdə insanları qınamıram. Mən də axı ekrana gəlir. Deməli, bu WhatsApp-a yazıblar. Orada oxumamışam. O biri mesaj yerinə Buradan bütün yazsın. Güllük kəndinə salamlar olsun. Bütün qonaqlarımızın adından. Bütün Azərbaycan xalqını salamlayıram. Təşəkkür edirəm tamaşaçılarımıza. Gözəl fikirləri üçün. Təşəkkür edirik bütün Azərbaycan xalqına. Sabah da bir xanımlarımızın bayramıdır. Biz də təbrik eləyək. Özüm içində olmaqla bütün xanımlarımızın 8 martını təbrik edirəm. Bütün xanımlarımızın, Xuraman xanım, həmkarlarım, ekran qarşısında əyləşən bütün xanımlarımızın bayramları mübarək olsun. Eləcə də Ramazan bayramlarımız mübarək olsun. Təşəkkür edirəm. Bu gözəl təbrikdən sonra Mahirə Nura sözü verək. Buyurun. Alqışlarınızla. Neler oldu, neler oldu, neler oldu. Sensiz ömrüm heder oldu, heder oldu, heder oldu.
özün bilərsən, bir gün ölsəm gələrsən. Sən bilmədin nələr oldu, nələr oldu, nələr oldu. Sənsiz ömrüm hədər oldu, hədər oldu, hədər oldu. Çox məndən soruşur ki, nədir dərdin tanıyam. Nə deyim mən, deyim ki, bu eşqin sonu kədər oldu. Sən bilmədin nələr oldu, nələr oldu, nələr oldu. Sənsiz ömrüm hədər oldu, hədər oldu, hədər oldu. Çox məndən soruşur ki, nədir dərdin tanıyam. Nə deyim mən, deyim ki, bu eşqin sonu kədər oldu. Teşekkür edirəm. Allah heç bir xanımın sevgisinin sonun kədər eləməsin inşallah. Bir daha Mahnı yerinə düşdü öz aramızda. heç kimin sevgisi kədərlə bağlanmasın. Amin. Hər zaman gözəl xanımlarımız, Azərbaycanımın gözəl xanımları sevəsiz, seviləsiz. Xanım sevəndə və seviləndə Gözəlləşir. çox gözəlləşir. Elə deyirlər, amma Çox. mən bilmirəm, Mən onu doğrudan şahidiyəm. da elədir. Doğrudan Elədir, həqiqətən elədir. qızlar. Xanım seviləndə Bir bəy gözəlləşir. tərəfindən bir bəy və sevəndə və bir qarşı tərəfdən bir sevgi görəndə istər-istəməz xanım çox gözəlləşir. Xanım, inanırsınız sizə bir söz desəm, nə qədər xanımlar əməliyyatlar diləsə gözəlləşməyə, onun içində bir balaca sevgi olanda daha gözəl olur. Anadan tərbiyə almaq evlad üçün hörmətdirmi? Hörmətdir. Səxavətlə böyük yolu saxlamaq qanan üçün ləzzətdirmi? Ləzzətdir. Çəmən çiçək çöllər yaza yaraşır. Ördək gölə, göllər qaza yaraşır. Uzun saç gəlinə qıza yaraşır. Papaq məncə hörmətdirmi? Hörmətdir. Səhərin yeməyi deyil sarımsaq. Səhər ləzzət verər bal ilə qaymaq. Sizin kimi qiymətli adamlarla biraz danışmaq. El gün əldə fürsətdirmi? Fürsətdir. Əlövsat Saldaş yazır ki, söz mənə söz dedi, sözünü qandım. Mən sözün haqqında nəsə bilirəm. Ruhum da, canım da sözə bağlıdır. Bir sözdən inciyib küsə bilirəm. Söz səngərimdir, qalam kimidir. Söz bənövşəmdir, lalam kimidir. Sözə qurban olum, müəllim kimidir. Bir dəfə dərsimi desə bilirəm. Mən sizə dünyanın ən gözəl neymət olan məhəbbətli sözlər arzulayıram. Bütün xanımlara gözəl, xoş sözlər arzulayıram. Telefonunuza hər daimi gələn zənglər, sevgi dolu zənglər gəlsin, daima. Amin deyək. Əlbəttə ki, bütün xanımlar Təşəkkür istəyir onu. edirik, bəli. Amma Sevər xanım sizə bayaqdan dünyanın hər yerindən SMS yazıblar. Mən hamısını oxuya bilmirəm, amma bu buradan efir vasitəsilə sizi sevənlərə təşəkkürümü bildirirəm. Çox sağ olun. İcazə versəydiniz, bayaq siz mənə dediniz ki, Tomsk şəhəri. Tomsk daha O çoxdur. Tomsk şəhəri 91-ci ildə mən o şəhərdə olmuşam. Aha. Və öz bu gözəl sənət fəaliyyətimi 13 yaşına kimi olmuşam ekranlarda. Ondan sonra təhsil almaq üçün və ailə qurduğuma görə Tomsk şəhərinə köçmüşəm. Buradan Tomskda yaşayan bütün gözəl Azərbaycan xalqım, çörəyinizi halal eləyin mənə. Hər gün məni Seva kimi, Sibirin priması kimi Seva xanım siz etmişsiniz, siz və Novosibirsk və Vladivostok, yəni ki Sibir regionu. İnanın Allah ki, canları sağ eləsin. deməli çoxdur SMS-imiz. Sizi salamlayırlar. Seva xanım həmişəki kimi gözəlsiz. Yağmuru salamladılar. Mahirə Nura çox gözəl. Sizə Elgün təşəkkür elədilər. O bizim Sevamızdır. Yazıb Tomskdan. Necə də düz yazıblar. Ağami yazıblar. Daha sonra yenə də deyirəm SMS-lərimiz çoxdur. Yağmura yazıblar. Təşəkkürlər. Mahirə Nur çox gözəlsiniz. Təşəkkür edirəm. SMS çoxdur. Hamısını oxuya bilmirəm çünki vaxtımız azdır. İfaya keçməli idi biləm iftar süfrəsində. Hər kəs sevə-sevə bizi izləyir. Nəğməli dünyanı. Odur ki, Seva xanımın ifası ilə davam edirik. Buyurun. Təşəkkür
Çox sağ olun. Nə qəşəng deyirəm, axşam hamı baxır bizə. Biz də çalışırıq ki, bizi izləyən izləyicilərimiz sevə-sevə izləsinlər. Hə, nə gözəl. Deyirəm, könlünü almaq üçün Mahriyə nə göndərim? Bir alqışlar gəlsin. Gətir, görüm, gətir. Ay Xuraman kişilər, xanım. kişilər. Ay Xuraman xanım. nə oldu? Mart ayı ümumiyyətlə Novruz bayramı ərəfəsində deyir küsürlər barışarlar. Yəqin ona görə göndərib də, Hə. gül göndərib. Gül Nə gözəldir. gözəl. Deyir könlünü almaq üçün gül göndərib. Niyə sən? Bəylərimiz də güldülər, Mahirə xanım. Niyə səbəbsizsiniz ki? Mən yaxın gətirmə. Kim göndəriblər də? Yo. Biz o bəzi veriliş istəmirsən? Üstün oxu görüm nə yazılıb. Xahiş eləyin, oxu da Xuraman xanım. Əyilmək istəmirəm. Oxu gör. Yəqin məktub var da Xuraman xanım. Axtarım görüm nə yazıblar. Qaçıb özü mənim yanıma. Qadan alım, məktub yazmayıb. Bəlkə fanatınızdır, bəlkə rəfiqənizdir. Evi yoxdur. İstəmirsən, istəmə. Nə çox gül ola istəyənlər. Çox sağ olun dostlar. Hər biriniz xoş idiniz. Verilişimizi yavaş-yavaş yekunlaşdırırıq. Mənim dəyərli dostlarım, sizə təşəkkür edirəm. Çox sağ olun. Geyinmə görə Sarina mağazasına mən hələ də şokdayam. Hə, geyinmə görə Sarina mağazamıza təşəkkür edirəm. Əzizlərimiz, o qədər gözəl geyimlər gəlib Sarina mağazasına. Ayaqqabılar, çantalar, ziyafət geyimləri, sport stilində geyimlər. Və bugün də mən təşəkkür edirəm. Hər zaman bax belə gözəl geyimlər geyinirəm. Sarinada çalışan bütün xanımlarımızı, Aytacı, Aygünü, sonra deməli, Aygün, daha sonra Leyla da vardı orada. Onların hamısını təbrik edirəm. Hər birinə can sağlığı arzu edirəm. Bizim televiziyamızda çalışan bütün xanımlarımızın sabah bayramıdır. Ürəkdən təbrik edirəm. Aparıcılarımızı təbrik edirəm. Daha sonra çalışan bizim televiziyamızın baş direktoru Aybəniz xanımı təbrik edirəm. Cəmilə xanımı təbrik edirəm. Hər birini ayrı-ayrılıqda təbrik edirəm. Sizi çox sevirəm və Azərbaycanımızın bütün xanımlarını, başda şəhid anaları, şəhid bacıları, məhəbbətləri yarım qalan xanımlarımızı hər birinə can sağlığı arzu edirəm. Allah hər birinizi sevindirsin və sevgi ilə qalaq, sevgi ilə yaşayaq. Həyatımız gözəl və maraqlı olsun. Görüşmək ümidilə sizdən ayrılarım. Siz sağ, biz salamat olaq. Nə varsa Mahirə özünü itirib. Ey adını koymadığım, nefesine doymadığım, elə yanır ürəyim, sən arzu diləyim. Zaman gəldi gəl ayrılar. Elə yanır ürəyim, sən arzu diləyim. Zaman gəldi gəl ayrılar. Kimə desəm qınayacaqlar bizi, ömrüm, ömrüm. Bu ayrılığı öldürər ikimizi, ömrüm, ömrüm. Kimə desəm qınayacaqlar bizi, ömrüm, ömrüm. Bu ayrılığı öldürər ikimizi, ömrüm, ömrüm. Ey yüzünü görmədiyim, tellərini hörmədiyim, öldürür bu xəyallar. Desəm məni kim anlar, zaman gəldi gəl ayrılar. Öldürür bu xəyallar, desəm məni kim anlar, zaman gəldi gəl ayrılar. Kimə desəm qınayacaqlar bizi, ömrüm, ömrüm. Bu ayrılıq öldürər ikimizi, ömrüm, ömrüm. Kimə desəm qınayacaqlar bizi, ömrüm, ömrüm. Bu ayrılıq öldürər ikimizi, ömrüm, ömrüm. Kimə desəm qınayacaqlar bizi,